Hörmətli xanım sədr, hörmətli millət vəkilləri, çox vacib qanun layihəsini müzakirə edirik. Mən səs verəcəyəm qanun layihəsinə, amma bir sıra məsələlərdə narahatçılığımı ifadə eləmək istəyirəm. Təbii ki, nəqliyyat ekspedisiya fəaliyyətinə dövlət dəstəyi ilə bağlı 8-ci maddədə xeyli müddalar sadalanıbdır. Və müştəri ilə ekspeditorun məsuliyyəti ilə bağlı çox sayda bəndlər daxil edilibdir. Amma burada ən böyük problemlərdən biri, xüsusilə də indi bizim qarşıda nəqliyyat kommunikasiya xəttlərinin açılması perspektivi, yeni xəttlərin artıq aktuallığı perspektivi durduğu bir vaxtda beynəlxalq daşınmalarda bu qanunun nə qədər önəm daşıyacağını indidən artıq düşünmək olar. Və bu zaman dövlət orqanlarının məsuliyyəti məsələsinə burada kifayət qədər yer verilməyib və açıq, aydın məsələlər yazılmayıb. Yəni, müvafiq icra hakimiyyəti orqanının bu prosesdə məsuliyyəti məsələsi məncə biraz daha aydın şəkildə qoyulmalıdır. Baxın, məsələn, ekspeditorların 5-ci fəsildə nəzərdə tutulur ictimai birliklərin yaranması. İndi son vaxtlar bu ictimai birliklərin qeydiyyatı ilə bağlı müəyyən məsələlər gündəmə gəlir. Bunun, deyək ki, belə bir qeydiyyatın həll olunmaması hansı məsuliyyət yaradır? Məsələn, burada mütləq o müddanı qeyd eləmək lazımdır. Çünki onların hüquqlarıdır ki, bu daşınmaların həyata keçirilməsi prosesində dövlət orqanları qarşısında öz problemlərini qaldıra bilsinlər, ictimailəşdirə bilsinlər və lazımı məhkəmə hüquq instansiyalarına müraciət eləyə bilsinlər. Ona görə də, məsələn, burada mütləq qeyd olunmalıdır ki, əsassız şəkildə bu ictimai birliklərin qeydə alınmaması müvafiq dövlət qurumu üçün də məsuliyyət yaradır. İkinci bir məsələ yüklərin xarab olması ilə bağlı məsələdir. Burada 6-cı fəsildə verilir nəqliyyat ekspedisiya müqaviləsi üzrə məsuliyyətdə daha çox ekspeditor, müştəri və üçüncü şəxslə bağlı məsuliyyət nəzərdə tutulur. Burada ən çox yüklər nə zaman xarab olur? Məsələn, qanunsuz və əsassız saxlama ilə bağlı. Bir neçə gün yükü saxlayanda bu olur. Məsələn, başqa bizə qonşu ölkələrdə bir çox hallarda rahatlıqla 2 saata, 1 saata həll olunan prosedur bizim əraziyə keçəndən sonra bir çox hallarda 1 gün, 2 gün yubadılma ilə baş verir. Və onda da artıq malın xarab olmasına görə məsuliyyət qalır ekspeditorun üzərində, yaxud da müştərinin arasında böyük bir mübahisələr yaranmış olur. Ona görə də biz gələcəkdə beynəlxalq yük daşımalarda bu problemlər daha çox ortaya çıxacaqdır. İndidən müvafiq qurumların məsuliyyəti məsələsini qoymalıyıq. Bu təkcə bu sahəyə aid deyil. Baxın, dünən Hövsanda bir balkon uçdu, bir qadın xəsarət aldı. Qəzalı binadır. Demək, mən bir Bakıxanov qəsəbəsində ötən gün 170-ə yaxın qəzalı binanın vəziyyəti ilə tanış olmağa getdim və nəyi gördüm? Demək, bütün dövlət orqanlarına müraciət elədim. Hamısının aktları var ki, bu bina qəzalıdır, yəni hamı özünü sığortalayıbdır. Sabah bunun məsuliyyətini heç kim daşımayacaq, hansısa bina uçsa. Halbuki sadə bir mexanizm var. Mən kontekstdən bundan əlaqələndirib çıxıram, çox üzr istəyirəm, bəlkə də indi mövzuya aidiyyatı olduğuna görə həm də söyləmək istəyirəm. Deyək ki, sadə bir mexanizm var. Bir iş adamı gəlir, bir dənə binanı götürür, pulunu ödəyir, dövlət büdcəsindən 1 qəpik pul xərclənmir, 5 mərtəbə vəzinə 9 mərtəbə tikir, 5 mərtəbəyə həmən sakinləri 1 il kirayədə saxlayıb yerləşdirir, 4 mərtəbəni də satır, özü pul qazanır. Sadə bir mexanizmi həll eləmək əvəzinə vətəndaşın həyatını riskə qoymağın nəticələrinin məsuliyyətini heç kim daşımayacaq. Yəni, bir hadisə olanda heç kim daşımayacaq. Hamının çünki aktı var, hamı özünü sığortalayıb. Bu məsələdə də məncə belə olmalıdır. Yəni, müvafiq orqan artıq bu qanunsuz 3 gün, 5 gün hansısa cərimə ödəmək prinsipini əsas götürərək yükün, malın, maşının saxlanması məsələsindən
uzaq durmalıdır. Bu məsuliyyət olanda bunu ancaq uzaq duracaqdır. Çünki məsuliyyət olmadıqda həmişə müştəri haqsız çıxacaq, ekspeditor haqlı çıxacaq. Ona görə də mən təklif edirəm ki, bu qanun layihəsində mütləq müvafiq icra hakimiyyəti orqanının məsuliyyətinin konkretləşməsi məsələsinə baxılsın ki, bu ölkənin imicidir. Ölkəyə gələn malların, yüklərin daşınması məsələsində də əlavə problemlər yaşanmasın, ölkənin iqtisadi nüfuzu da aşağı düşməsin. Təşəkkür edirəm.